Bakıda kirayədə bir qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhdə təqsirləndirilən İbrahim Əliyevin cinayət üzrə məhkəməsi keçirilib. Bakı Arzan Ətər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədri ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Zərərçəkmişi əvvəldən tanımırdım. Hadisə baş verən evə kirayə qalmaq üçün getmişdim və hadisə də həmin gün baş verdi. Cəfər Vəliyev otaq yoldaşım idi və məndən əvvəl həmin evdə yaşayırdı. Evə gələndə gördüm ki, onun idman əşyaları mənim yatağımın divarından asılıb. Ondan əşyaları yığışdırmağını xahiş etdim. Bu zaman aramızda mübahisə yarandı. Həmin gün iş yoldaşımla birlikdə evə gəlmişdim. Mübahisədən sonra onu yola saldım və evə qayıtdım. Ev sahibini çağırmaq istəyirdim ki, pulu və şəxsiyyət vəsiqəmi ona təqdim edim. Zərərçəkmiş isə bunu başqa cür başa düşdü. Elə bildi ki, ev sahibinə onunla bağlı şikayət edəcəm. Təxminən 2 saat sonra telefonda TikTokda videolar izləyirdim. Cəfər məndən səsi azaltmamı istədi. Halbuki səs artıq aşağı olsa da yenə azaltdım. Buna baxmayaraq qışqırmağa başladı və mübahisə yenidən alovlandı. Daha sonra mənim üstümə hücum etdi. Mən onu qorxutmaq məqsədi ilə sirtmənin üzərində olan bıçağı götürdüm. Boyun nahiyəsinə 200 dəfə zərbə endirmişəm. Bir gün sonra isə polisə təslim oldum. Təqsirləndirilən şəxs onu da əlavə edib ki, bıçağı zərərçəkmişə ciddi xəsarət yetirməmək üçün kəsən hissəsindən barmağı ilə tutub. Məhkəmədə məlum olub ki, İbrahim Əliyev əvvəllər də bıçaqla xəsarət yetirmə faktına görə Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə məhkum olunub. Dövlət ittihamçısı Elvin Mirzəyev təqsirləndirilən şəxsə suallar verib. Bu mübahisəni sözlə həll etmək mümkün deyildimi? Ekspertiz rəyində 16 kəsilmiş deşilmiş yara qeyd olunub. Məqsədiniz öldürmək idimi? İbrahim Əliyev isə cavabında zərərçəkmişin fiziki cəhətdən ondan üstün olduğunu qeyd edib. Şok vəziyyətində idim. Elə buna görə də bir gün sonra polisə gedib təslim oldum. Məhkəmədə o da məlum olub ki, istintaq dövründə tərəflər arasında barışıq əldə edilib və təqsirləndirilən törətdiyi əməldən peşman olduğunu bildirib. Daha sonra ifadə verən zərərçəkmiş Cəfər Vəliyev mübahisənin səbəblərini təqsirləndirilən şəxsin dedikləri ilə eyni şəkildə izah edib və ilk olaraq özü fiziki müdaxilə etdiyini etiraf edib. Yadımdadır ki, içəri kimsə girdi, sonra o qaçdı. Mənə bıçaqla xəsarət yetirdiyini əvvəl hiss etməmişdim. Sonra köynəyimə baxanda bunu gördüm. Şikayətim yoxdur, barışıq əldə olunub. Öz üzərimdə təxminən 3 bıçaq izi görmüşəm. 16 zərbə olduğunu isə indi eşidirəm. Qeyd edək ki, İbrahim Əliyev otaq yoldaşı Cəfər Vəliyev və aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri endirib. Ona qarşı Cinayət Məcəlləsinin 29.101-ci, yəni qəsdən adam öldürmək cəhd maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.